Salam əziz və böyük Türk millətim. Salam olsun bütün xalqımıza. Salam olsun MGTV izləyicilərimizə. Salam olsun Mustafa bəy sizə və bütün izləyicilərimə. Demək, bu günləri son geosiyasi oyunlara baxdıqda bugün mənim demək istədiyim böyük rəsmi göstərirəm. Bəlkə də mənim bu dediklərimdən çox adamlar ola bilsin ki, bu işlərdən anlayışı olmayanlar, böyük rəsmi görməyənlər bəyənməsin. Ancaq anlayanlar, bilənlər bilir, aydınlarımız və araşdırmacılarımız. Demək, qarşıda çox böyük bir savaşdı var. İlk öncə böyük savaşlardan İsrail-İran saldırısıdır. Yəni ki, yüzümüzə gələn yaxın zamanda Amerika ilə bir yerdə İsrail İrana bərk saldıracaqlar və İran rejimini dəyişmək üçün çox güclü hazırlaşıblar. İran da buna hazırlaşmış. Ancaq bu bölgəni çox böyük təhlükəyə atacaqdır. Çünki İsrailin bugünkü iktidarı Netanyahu kabineti Siyonistlər və onların proqramında olan bu savaşlar böyük savaşlar çıxartmaqdır. Sonra da bölgesel savaşlar başlayırlar. Bu çox yaxın zamanlarda başlayacaqdır. Yəni İsrail İrana bərk saldırmaqla bunların proqramında, Siyonistlərin proqramında İsrail, Misir, Türkiyəmiz, İordaniya və bütün bu bölgəni qana bulamaqdır və dövlətləri darmadağın etməkdir. Düzdür, buna qarşı da təpkilər olacaqdır və qarşılıqlıqla veriləcək. Ona görə də mən öncəki verişlərimdə hər zaman deyirdim, İsrail dövlətinin bu saldırıdan İsrail dövlətinin dövlət kimi yox olması planlaşdırır. Yəni yox olacaqlar. Dövlət kimi olmayacaq bir daha. Ancaq burada diqqət etsəz, Amerika Birləşmiş Ştatlarının Cumhurbaşkanı Donald Trump Alaska'da Putin'le görüştükten sonra, geri geldikten sonra Amerika Müdafiə Nazirliyi, yani Savunma Bakanlığı'nın ismini değişip Savaş Nazirliği koydu. Yani bunlar da böyük savaşa hazırlaşırlar. Bu günlerde 800'e yakın hərbi generalını dünyanın her yerinden çağırarak Virginia ştatında en korunan bir bölgede kapalı kapı arxasında nələrin danışdıq, nələrin danışmamağı bu böyük bir savaşın hazırlığıdır. İrana karşı bir yerde saldıranda İranın da informasiyaları var. Onlar da hansı ölkələr kim dəstək edəcəksə də onlar da onları vuracaqlar və NATO'nun bazalarında. Bu Siyonist program bir tarafı da Ukraynada Zelenski deyilən Siyonist və Kremlovski, Moskvanın Kreml'de olan Putin administrasiyası Siyonistlerin bir yerde programlarıdır. Yeni dünya düzenine getmək üçün böyük savaşlar etməlidirlər. İnsanlar məhv olmalıdır, xalqlar məhv olmalıdır. Bunlar bunu edirlər. O ki qaldı Qəzza ateşkəs anlaşması 20 maddədən ibarət Donald Trump'ın verdiği ateşkəs maddələri, bəndləri o Donald Trump'ın değildi. O Netanyahu'nun verdiği maddeler idi, bəndlər idi. O 20 bənddən ibarət ateşkəs saxlanması. Ümumiyyətlə, bilirsiniz ki, Filistini də Qəzzəni də təmiz yox edəcəklər. Siz baxın, Filistində dövlət yaratmaq istəyirlər və onun da başına, koalisyon dövlətinin də başında Tony Blair'i qoymaq istəyirlər. İngiltərənin əski başbakanı Tony Blair. Yalancı, şərəfsiz biri. Bunun başbakan işləyən zamanlar, çalıştığı zamanlar bunun şərəfsizliyini hamı, bütün dünya bilir. Və burada bəşəriyyətimizin hər birini gözləyən təhlükə var. İsrail dövlətində İsrail xalqı, yəni millətin özü də təhlükədədir və bunu da yaxşı bilirlər. Hər gün sinagoglarda Allah'a dua edirlər. Çünki bu Siyonist, satanist gruplar, bunlar şeytana tapınanlar, bunlar
Bunların içinde Yahudi evangelistler de var. Yani Yahudi Siyonistler. Yahudi Hristiyanlar. Bunlar da evangelistler. Bunlar da hamısı bir yerdedirler. İsrail-İran savaşına çox ölkələr qarışacaqdır. Ondan başqa ikinci punkt Avropanı hazırlayırlar. Rusya da hazırlaşır. Rusya Avropa ilə birbaşa savaşa girəcəkdir. Estonya, Finlandiya, Norvegiya tərəflər hamısı böyük bir təhlükədədir. Çünki Rusya bunları bura saldıracaqdır. Kimsə deməsin bu belə deyil. Bu proqramdır və hazırlaşırlar, çox güclü hazırlaşırlar. O ki qaldı Ukrayna söhbətinə. Baxın, 2022-ci ildən bu yana savaş gedir. Rusya hər yeri vurur. Odessa, bütün kəndlər, şəhərlər hər yeri vurur. Amma bir tək Kievdə Zelenskinin oturduğu qərargaha bomba salmır. Çünki orada bomba salsalar, raket salsalar, füzə ilə vursalar, Zelenski məhv eləsələr, savaş bitər. Bunu etməzlər. Avropa Birliği'nin başında duranlar da hamısı bunların marionetkasıdır. Yani piyonlarıdır. Bugünkü Avropa Birliği'nde gördükleriniz. Bəşəriyyət bu üç siyonist, satanist insandan, yani Netanyahu, Putin ve Zelenski'den xalqlar qalxaraq bunları yox eləməliydi, götürməliydi. Bu şansı da bıraktılar artıq. Artıq gezdi. Netanyahu Birləşmiş Millətlər Təşkilatının çıxış edəndə siz orada baxardınız. Birincisi heç kəs qalmadı, çıxdı. Və yaxud da ki, ora gələndə niyə bir dənə Avropa Birliyindən, ya insan haqlarından, ya uluslararası qaqa məhkəməsindən kimsə durub orada bir dəfə demədi ki, Netanyahu həbs olunmalıdır, qatil kimi. 65 min, 70 min sivil insanı, gənc, qoca, uşaq, qadın demədən hamısını qətl edibdi. Görürsünüz, heç kəs demədi. Ya Putin'i niye tutmurlar? Bu Ukrayna-Rusya savaşında Rusya'ya koyulan yaptırımlar, sanksiyalar İsrail bankirlerini, Siyonist bankirlerin elinden Rusya paralar aktarırdı ve ölkemde kazançlar elde edildiler. Bunlardan ötürü insan ölməyi, milyonların insan ölməyi heç də fark etmez. Bunlar əsas öz məqsədlərinə gedirlər. Yeni dünya düzenine büyük savaşlar hazırlar. Bu savaşlardan biri de Çin, Tayvan, Japonya, Rusya ve Çin, Cənubi Koreya. Cənubi Koreya da olabilir, ya da Şimali Koreya olabilir. Ama orada da saldıracaklar. Burada Tayvan da var, Filipin'de, Endonezya'da var. Bu bölgesel savaşlar gidecekti. Ve dünyanın her bir yerinde yangın baş verecek. Yani savaş yangınları baş verecek. Savaşlar başlayır. Ve buna da ekonomi çıxarlar, qıtlıq, su qıtlığı, qida qıtlığı hamısı qarşıda gələcəkdə görsənəcəkdir. Mən buradan kimisə həvəsdən salmaq istəmirəm. Və yaxud da ki, mənim proqnozlarıma kimsə deyə bilməz ki, bizi həvəsdən saldı yaşamağa da. Yox. Yalandan danışmaq olmaz. Doğruları demək lazım, doğruları bilmək lazımdır. Bu medyalarda da yalan informasiyalar verirlər. Bu da bunların bir proqramının bir tərəfidir. Xalqları, millətləri aldatmaq və yalan informasiyalar verməkdir. Ukrayna-Rusya savaşında Odessa, Xerson, Zaporojets hər bir yer götürüləcəkdir. Və aldığım bilgilərə görə İsrail artıq qənətli füzələrini, nüvə başlıqlı füzələrini sualtı gəmilərinə yükləyib. Və buna da böyük hazırlıq gedir. Bu İrana saldırmaqdır. Bu İrana saldıranda ola bilsin ki, taktiki nüvə silahlarından da istifadə edə bilərlər. Bioloji silahdan da. Bunlardan hər şey gözləmək olar. Və heç də bu Netanyahu'nun sözünə inanmaq lazım deyil bu ateşkəs. Əgər Hamas rehinləri, yəni əsirləri tam verib qurtardıqdan sonra baxarsınız. Netanyahu kabineti yenidən Gazze'ye saldıracaqdır və insanları məhv edəcək. Bunlar qoyduqları proqrama görə bu yaxın gələcəkdə 4 milyon, 5 milyard, 4 milyard, 5 milyard insan məhv olmalıdır. Bunlar bu proqramında var. Və buna da gedirlər. Və hər birimiz, bütün insanlar, bütün bəşəriyyət bu işin içindədir. Hamımız bir gəmdəyik. Yəni mənim deməyim nədir? Burada bu
Avropa, Rusya, İsrail, İran, Mısır, Türkiye, İordaniya, Orta Doğu demek olar ki tam savaş halına keçəcəkdir. Yəni o tutub yanacaq, belə götürsək. Çox möhkəm savaşlar başlayacaqdır. Bu günlərdə 2 gün bundan öncə Afganistan, Taliban, Pakistana, qardaş Pakistan dövlətinə saldırması və bu gələcəkdə hələ savaşlar gedir. Pakistan hava qüvvələrini qalxaraq o Afganistan ərazisində, sınırda Talibanları bombalanması və bu savaşla iki-ikidə qızışır. Afganlar da, Talibanlar da Hindistanlarla ittifaqa gedirlər. Baxın, burada çox böyük bir savaş başlayır və bölgesel savaş başlayır. Cənubi Qafqazda Azərbaycan-Ermənistan arasında sülhün imzalanması hökmən şərtdir və bu tezləşdirilməlidir. Düzdür, hər bir tərəfdən komissiyamız işləyir, yəni Azərbaycan tərəfdən də, Ermənistan tərəfdən də yaradılmış komissiya, sülhə doğru gedən komissiya, nümayəndələr heyəti çalışırlar və heç bir maneəsiz yoxdur. Yəni maneəsi yoxdur və buna qarşı doğru, bu hərəkətə qarşı, imzalanmaya qarşı, sülhə qarşı doğru addımlar atırlar. Ancaq nəzərə alsaq ki, qarşıda da Ermənistanda seçkilər var və bu günlərdə burada Amerikanın gəlib Zəngəzurda oturması, İngiltərə burada olması, Rusya həmişə buradaydı və qarşıda da İran-İsrail savaşı bölgədə dəngələr, siyasi dəngələr çox dəyişəcəkdir. Türkiyəmiz dünyanın mərkəzindədir. Dünyanın gözü bu dəqiqə Türkiyədədir. Ona görə Orta Doğuda Türkiyəsiz heç bir şey də bilməzdir. Və Türkiyə Cümhuriyyətinin, layiq demokratik cümhuriyyətin qorunması getməlidir. Bunların düşüncəsi ilə ulusal cümhuriyyəti, demokratik dövləti dağıtmaqdır Türkiyəmizi. Çünki bunların qarşısında Orta Doğuda ən böyük maneə Türkiyədir bu dəqiqə. Düzdür, Türkiyəmiz də buna hazırdır. Yəni qanlı savaşlar olacaqdır. Və ola bilsin ki, İran-İsrail savaşına qarışmayanlar ya və yaxud da ki, Avropa-Rusiya savaşına qarışmayan dövlətlər olacaq ki, onlardakı bölgesel savaşlara keçiriləcəkdir. Yəni burada çox böyük oyunlar gedir, artıq xəritələr də cızılıbdır. Yəni yeni dünya düzəni üçün böyük savaşın çıxmağı və yenidən dünyanın sıfırlanması hökmən şərtdir deyirlər və buna da gedirlər. Və Rusiya da bəlkə hazırlaşır, həm nüvə başlıqlarından, həm taktiki nüvə başlıqlarından, həm dronlarla, həm füzələrlə hər gün minlərlə istehsal edirlər zavod və fabriklərində. O medialarda göstərilən vurdu benzin zapravkalarını, orasını, burasını, depoları, onlar hamısı boş-boş şeylərdir. Əsas məsələ qarşıdadır. Zelenski Siyonist Yahudi olaraq bu proqramıma gəlmişdi. Ukrayna Slavyan millətini məhv etmək üçündür. Bu Slavyan millətini yox etmək üçündür. Və ona görə də danışı olmuşdur ki, haranı vurursan vur, ancaq Zelenskinin oturduğu qərargahı, yəni prezident aparatını, baş qərargahı vurma. Və ona görə də Putin ora heç bir füzə də atmayıb, bir raket də atmayıb, yəni bir bomba da atmayıb. Çünki savaş davam etməlidir. Bunların arasında, hamısının arasında danışıqlar olubdur. Və bunları da görüşdürürlər bu savaşlardan qabaq. Və bu günlərdə Alaskada Trump Putin görüşündə artıq qərarlar alındı ki, böyük savaşları başlatsınlar. Bu savaşda kim kimlə olacaq, kim kimin tərəfində olacaq, onu qarşıdakı zamanda göstəriləcək. Çünki büyünün dostları yarının düşmənləridir. Mən ona görə hər dəfə verişimdə, çıxışlarımda deyirəm, Türk dövlətləri həmən durmadan vahid ordu, hərbi, strateji hərbi ittifaqa bağlanmalıdır. Türk dövlətləri. Çünki böyük təhlükələr qarşıdadır. Çünki elə bir oyun oynayacaqlar ki, hər kəsə kömək edə bilməyəcək. Ancaq ittifaqımız olsa, hərbi ittifaqımız olsa, bir-birimizə yardım edərək bu yeni dünya düzənində biz ayaqda qala bilərik, dik dura bilərik. Və başqa yolumuz yoxdur. Bizim özümüzdən başqa kimsə nə dostumuz, nə qardaşımız yoxdur. Hamısı boş şeylərdir.
gördüğünüz Avropanın özü qana bulayacaqlar. Əgər Almaniya və Polşa açıq-açığına Rusiya ilə savaşa girirsə də, taktiki nüvə silahından oralar məhv olacaq. Bir daha orada nə Almaniya olacaq, nə Polşa. O xəritə Avropanın xəritəsi tam dəyişəcəkdir. Yəni bunlar Estoniyanın da qabağı veriblər, Pribaltika ölkələrinin qabağı veriblər və büyünlər NATO qüvvələrini ora yığırlar. Rusiya təzyiq etmək üçün. Bunlar hamısı bir oyunun içindədir. Bir-birinə təzyiq edərək, bir-birini oyuna gətirərək savaşları başladılar. Necə ki, Rusiya Ukraynanı məcbur elədilər ki, NATO-ya giririk, NATO qoyuruq. Rusiyanı məcbur elədilər ki, Ukraynaya savaş açsın, o balotaya düşsün və bunun kimi də digərlərini. Suriyada da dengələr dəyişir. Zolani Amerikada tapşırığını aldı və Ankara bölgəsi Tom Barak başından böyük işler görür. O günləri bir xəritənin yanında poz vermişdilər. Məzlum Abdi ilə Amerika generalı, bir də bu. Arkada da Suriya xəritəsi vermişdilər, YPG olan bölgənin. Türkiyəmizin Həlab bölgəsini, Hatay bölgəsini o xəritədə göstərmişdilər. Bu Tom Barak niyə görə dişlərinə çağırılıb? Xəbərdarlıq edilmir. O bölgə elçisi keçsin, bölgə elçiliyi məşğul olsun. Əgər yox, bu deyilsə, demək Tom Barakın gücü və Tom Barakın arxasında duran güc və səlahiyyətləri onda Türkiyə Dişləri Bakanlığından çoxdur. Hələ bilmək olmaz. Çünki hər yerə başını soxur və bütün işlərə də qarışır. Türkiyənin diş işlərinə də, iç işlərinə də qarışır. Və son olaraq buradan bir söz deyim. Türkiyə Böyük Millət Məclisində DEM Partiyadan olan millət vəkili Apostol ağanları və Türkiyə Cümhuriyyətimizdə də bu bütün türklərin buna təpki verməsi, onun nə günahı var ki, ona təpki versin? Əgər Baxçali deyirsə də Apo gəlsin, Türkiyə Böyük Millət Məclisində çıxış etsin və məktub yazılsa və yaxud da ki, Türkiyə Böyük Millət Məclisindən yaranan komissiyada millət vəkilləri İmralıya geçsin, görüşsünlər. Bu deyirsə də, əlbəttə ki, DEM Parti millət vəkili çıxıb elə də Apostol onları da atacaqdı. Bu Baxçaliyə deyilməlidir. Onlar bu işi gətirib çıxartdılar, bu günləri gətirib çıxartdılar. Bu boyda şəhid anaları var, qazilər var. Apo biçinin, Apo qatilinin təzələn bunu öndər eləməklə, Kürt millətini Apoya bağlamaqla çox böyük xəyanət etdi. Bu qarşıda çox ağır günlər gəlir. Hər kəs hazır olmalıdır. Bölgesel savaşlar da olacaqdır. Allah'a emanet olun. Ne mutlu Türk'üm diyene.